Narahatlığın kölgəsi ucsuz-bucaqsız dağların qoynundan əsrlərin sirlərinin, torpağın incə qoxusunu və axan çayların sərin səsini daşıyan Şəmkirə adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daş yolları hər küncündə minlərlə xatirənin, nəsillərin izlərini və həyatın hər rəngini, həm acı, həm şirin, özündə birləşdirirdi. Lakin bu kəndin ürəyindən bəzən gecənin qaranlığında günəşin şəfəqləri sönərkən insanın qəlbini titrədən, dərindən narahat edən bir duyğu da yaşayırdı: narahatlıq. Kəndin mərkəzində qədim mədrəsə binası nəsillərin hikmətini, köhnə dastanların sirlərini və insanlığın əbədi dəyərlərini daşıyan müqəddəs bir məkandı. Hər axşam həmin məclisdə toplanan kəndlilər keçmişin izlərini yad edərək gələcəyin ümid dolu səhərlərinə baxırdılar. Ancaq bu günlərdə kənddəki hər kəsin qəlbində bir narahatlıq hökm sürürdü. Hər kəs öz-özünə düşünürdü: bu çətin günlər, bu əzablar nə vaxt sona çatacaq? Bizim gələcəyimiz necə olacaq? Kəndin hörmətli və səmimi insanlarından biri olan Əli bəy illərin ağırlığını və həyatın sərt reallıqlarını yaşamış, amma ürəyində həmişə inam və mərhəmət daşıyan bir şəxs idi. O, gənclərə həm keçmişin dərslərini, həm də gələcəyin ümidlərini öyrətmək üçün hər gecə məclisdə uzun çıxışlar edirdi. Lakin bu günlərdən Əli bəyin gözlərində dərin narahatlıq əks olunurdu. O, sakitcə deyirdi: ey övladlarım, həyatın hər anı bizə öz dərsini verir. Lakin bilirik ki, çətinliklər, qaranlıq günlər bəzən ürəkləri narahat edir. Biz bu narahatlıq içində belə hər zaman ümid işığını axtarmalı və sevginin, mərhəmətin gücünə inamla sarılmalıyıq. Kəndin sakitliyindən narahatlığın kölgəsi hər kəsin üzündə öz əksini tapırdı. Gənc Arif, kəndin kənarındakı dar dağ yollarında uzun-uzadı gəzir, hər addımda təbiətin sükutunu, axan çayın ritmini və torpağın qoxusunu dinləyirdi. Lakin onun ürəyi dərindən narahat idi. Arif, həyatın mənasını tapmaq, gələcəyin qeyri-müəyyənliyindən, ailəsinin və kəndin gələcəyindən qayğılanırdı. O, tez-tez tək başına oturub düşünürdü: həyatın hər anında bir dərs var. Amma bu dərslərin içində bəzən ürəyi yandıran narahatlıqlar, acı xatirələr və gələcəyə dair bilinməzliklər də olur. Biz hər çətinliyi sevgi ilə aşmalıyıq. Arifin narahatlığı yalnız şəxsi duyğuları ilə məhdudlaşmırdı. Kəndin bütün gəncləri, ev sahibləri, tarlada çalışanlar və hətta yaşlılar belə bu dövrdə həyatın sərt reallıqları ilə üz-üzə qalırdılar. Kəndin ən gözəl qızı Leyla, gəncliyinin təravətini, incə duyğularını və səmimi xatirələrini daşısa da, ürəyində gizli narahatlıqlar vardı. O, hər səhər bağında oturub açan çiçəklərə baxar, onların təravətli ətirini udar, amma bəzən qoxunun arasında kədərin və gələcəyin narahatlığını hiss edirdi. Leylanın nənəsi ona deyərdi: əzizim, hər ətir, hər qoxu sənin həyatının bir parçasıdır. Gözəllik olduğu kimi, narahatlıq da həyatın dərsidir. Amma unutma, hər narahatlıqdan sonra ümidin, hər kədərdən sonra sevincin doğulduğunu görəcəksən. Bütün bu duyğuların içində Hüseyn də var idi. Hüseyn, kəndin sükun dolu məclis evində gecələr toplanan insanlara dərin hikmətlə danışırdı. O, narahatlığın insan ruhuna necə təsir etdiyini, hər damla üzüntünün, hər kədərin necə də dərin izlər buraxdığını izah edirdi. Hüseyn deyirdi: narahatlıq insanın ruhunda bəzən fırtına yaradır. Amma unutmayın, hər fırtınanın sonunda sakitlik, hər qaranlıq gecənin sonunda sabahın şüaları var. Biz bu narahatlıqları sevgi və mərhəmətlə bir-birimizə dəstək olaraq aşmalıyıq. Bir gün kəndin qədim məclis evində böyük bir bayram keçirildi. Hər kəs keçmişin acı dərslərini, sevincləri, uğurları və itkiləri yad edərək gələcək üçün ümid dolu arzular bəsləyirdi. Bayram meydanında dar daş yollar boyunca insanlar öz kədər və narahatlıqlarını unudub bir-birinə dəstək olmağa çalışırdılar. Əli bəy səmimi və dərin sözlərlə bütün sakinlərə müraciət edərək deyirdi: əzizlərim, hər birimiz həyatın çətin yollarında irəliləyərkən narahatlığın, kədərin, acının da bizə öyrətdiyi dərin dərslər var. Bu dərslər bizə sevgini, mərhəməti və inamı daha da möhkəmləndirməyi öyrədir. Narahatlıqlarımızı yüngülləşdirmək üçün bir-birimizə sarılmalı və ürəklərimizdəki o sarsılmaz işığı daim canlı saxlamalıyıq. Bayramın şənliyi davam edərkən gənc Arif və Leyla bir küncdə sakitcə oturub, keçmişin xatirələrini və gələcəyin ümidlərini danışırdılar. Arif dərin düşüncələrlə deyirdi: Leyla, mənim ürəyim bugün biraz daha ağırdır. Gələcək üçün çox narahatam, ailəmizin və kəndimizin sabahını düşünürəm. Hər bir çətinlik, hər bir acı sanki içimdə böyük bir fırtına yaradır.
Lakin sənin yanında, sənin o isti baxışlarında, sənin ətir dolu üsyanında mən bütün narahatlıqlarımı unudur, ümidə, sevgiyə yenidən sarılıram. Leyla, Arifin sözlərini diqqətlə dinləyərək gülümsədi və belə cavab verdi. Arif, narahatlıq da həyatın bir parçasıdır. Biz bu narahatlıqları tək başına daşımaq əvəzinə bir-birimizə dəstək olmalı və hər çətin anın ardından doğan ümidə inamla baxmalıyıq. Həyatın qoxusunu, torpağın səsinin, axan çayın nəbzini hiss etdikcə mən bilirəm ki, hər narahatlıqdan sonra sevgi ilə dolu yeni günlər gələcək. Bu səmimi söhbətlər bayramın axşamı kəndin hər küncündə, hər evin pəncərəsində narahatlığın, kədərin və eyni zamanda gələcəyin ümidinin dərin izlərini yaradırdı. Kəndin bütün sakinləri hər bir nəfəsdə, hər bir qoxudan narahatlıqlarını, keçmişin və gələcəyin sirlərini, həyatın bütün rənglərini hiss edir, ürəklərində bu dərsli duyğuları daşıyırdılar. Günlər keçdikcə Xıdırabad kəndinin həyatında narahatlıq tədricən azalmağa başladı. Quraqlıq dövrləri arxada qaldı, axan çaylar yenidən sularını tapdı və torpaq o incə qoxusu ilə təzələndi. Lakin narahatlıq insanın ruhunda qalıb, hər zaman öyrədilən dərs kimi xatirələr arasında öz izini buraxdı. Hər kəs bilirdi ki, narahatlıq olmadan sevgi, mərhəmət və ümid tam mənasıyla yaşana bilməz. Əli bəy, Hüseyn və digər müdriklər məclisdə toplanan gənclərə davamlı olaraq deyirdilər, narahatlıq bəzən bizə dərs verən ən sərt müəllimdir. O, bizə həyatın həqiqətinin, dərinliyini və sevgini öyrədir. Biz bu dərsi aldıqca ürəklərimiz daha güclü, daha səmimi olur. Kəndin hər küncündə, dar daş yollarında və tarlalarda işləyənlər narahatlıqlarını bir-birinə dəstək olmaqla azaldır, birlikdə gələcək üçün ümid dolu addımlar atırdılar. Gecələr ulduzların səmada parıldadığı zaman hər kəs öz qəlbində narahatlıq və sevginin, kədər və ümidin incə dialoqunu eşidirdi. Bu dialoq sanki zamanın hər damlasında, hər nəfəsdə öz əksini tapır, insanlara öyrədirdi ki, narahatlıq da əbədi olan sevginin, inamın və mərhəmətin bir parçasıdır. Arif və Leylanın sevgisi bu çətin dövrlərdə daha da möhkəmləndi. Onlar kəndin kənarındakı dağ yamaclarından axan çayın səsinin yanında gül qoxulu bağlarda uzun-uzadı söhbətlər edərək hər bir narahatlığın arxasında gizlənən dərin mənanı öyrəndilər. Arif deyirdi, Leyla, narahatlığımızı, həyatın sınaqlarını aşdıqca ürəklərimizdəki o əbədi işıq daha da parlaq olur. Hər bir qoxu, hər bir damla yaş bizə həyatı yenidən sevməyi və qiymətləndirməyi öyrədir. Leyla isə bu sözlərə dərin təsirlə cavab verirdi. Arif, mən inanıram ki, narahatlıq da həyatın rənglərindən biridir. Hər acı, hər kədər, hər bir narahat an bizə sevginin nə qədər dərin və sarsılmaz olduğunu xatırladır. Biz bu hissləri bir-birimizlə paylaşdıqca həyatın hər anı daha mənalı və gözəl olur. Bu sözlərlə kəndin sakinləri həm öz narahatlıqlarını, həm də sevinclərini bir araya gətirərək gələcəyə ümidlə baxmağı öyrəndilər. Hər kəs keçmişin acı dərslərindən və bugünkü narahatlıqlardan sonra gələcəyin parlaq ümidini qəlbində daşımağa başladı. Xıdırabadın dar daş yolları, axan çayların şırıltısı və tarlalardan yayılan torpaq qoxusu hər kəsin ürəyində o əbədi sevgi və ümidin simvolu kimi qaldı. Beləliklə, narahatlığın kölgəsi adını verdiyimiz bu hekayə kəndin, təbiətin və insan ruhunun dərinliyində yaşayan hər kəsin ürəyində narahatlıqlarının, acılarını və eyni zamanda sevgi ilə dolu ümidlərini birləşdirən sarsılmaz bir iz buraxdı. Hər kəs bu dərsli duyğuları öz qəlbində daşıyaraq həyatın bütün rənglərini, həm narahatlığı, həm də sevinc və mərhəməti bir araya gətirərək gələcək üçün güclü addımlar atdı. Xıdırabadın sakinləri hər axşam gün batarkən dağların zirvələrindən süzülən o incə şüalar altında narahatlığın kölgəsi ilə birlikdə sevginin, mərhəmətin və ümidin daimi izlərini dinləyir. Bu dərsi nəsillərə ötürmək üçün ürəklərində saxlayırdılar. Hər bir nəfəs, hər bir ətir, hər bir qoxu insanlara öyrədirdi ki, narahatlıq həyatın ayrılmaz bir parçası olaraq bizi böyüdür, gücləndirir və əsl sevginin dərinliyini ortaya çıxarır. Beləliklə, qoxunun səssiz diləyə kimi yaddaşlarda qalan bu nağıl, Tolstoyun romanlarındakı kimi geniş ürəklə həyatın həm acı, həm şirin anlarının, narahatlığın gətirdiyi dərsləri və sevginin, mərhəmətin, İnamın sarsılmaz gücünü bir araya gətirən, əbədi izlər buraxan bir dastan olaraq Xıdırabadın dar daş yollarında, tarlaların arasında və hər kəsin ürəyində ömür boyu yaşadı. Hər kəs bu hekayəni və narahatlığın kölgəsini ürəklərində daşıyaraq həyatın ən çətin anlarında belə sevgi və ümidin necə də sarsılmaz olduğunu bir daha anladı və gələcək nəsillərə bu dərin dəyərləri miras qoydu. Narahatlığın, kədərin, acının və sevinclərin hər biri bir damla yaş, bir ətir, bir qoxu kimi, hər biri bizim həyatımızın rənglərini, sarsılmaz dəyərlərini və əbədi ümidini əks etdirir.
Xıdrabadın sakinləri bu izləri hər zaman ürəklərində hiss edərək gələcək üçün daha möhkəm addımlar atmağa davam etdilər və həyatın hər anı narahatlığın və sevginin sarsılmaz simvolu olaraq ömür boyu yadda qaldı.